Hər vaxtınız xeyirli olsun əziz izləyicilər. Bundan öncəki videoda for while şərt operatorlarının izahını vermişdim. Bugünkü videoda həmin bu şərt operatoruna aid birinci sualın izahına baxırıq. Birinci sualda bizə deyir ki, klaviaturadan daxil edilmiş n saylı ədəd içərisində ikinci ən böyük ədədi tapan proqramı Python dilində yazın. Yəni əgər istifadəçi 3, 7, 12, 4, 76 daxil eləsə, ikinci ən böyük ədəd burada maksimumu 76-dır. Ondan sonra da 12-dir. Bizə 12-ni çıxartmalıdır. İndi mən hal-hazırda ən böyük ədədin proqramını yazıram. Onun üzərində dəyişik eləyib ikinci ən böyük ədədi tapacam. Birinci ilk öncə n sayda deyirsə, n mənə məlum olmadığına görə n daxil edirəm. N bərabərdir int input. Və n sayda ədəd daxil eləməlidir ki, yazacağım while bir dənə də i dəyişəni götürürəm, bərabərdir 1. i nə qədər ki kiçikdir n-dən, hər dəfəsində bir dənə ədəd daxil eləyəcək. Və sonda da i plus bərabər 1 artıracağım ki, dövr gəlib n-ə çatanda avtomatik daxil etmə sayı dayansın. İndi biz ən böyüyü necə tapırdıq? If bir dənə də maksimum tapanda demişik ki, max bərabərdir 0 götürürəm. If əgər aldığım x ədədi nə qədər ki böyük olacaq maksimumdan, bu halda x-i mənimsədirəm maksimuma. Sonda da print maksimum yazanda maksimum ədədi çap edir. Tutaq ki 4 yazmışam, 4 dənə də daxil edirəm, 45, 34, 21, 78. Print sözünü səhv yazmışıq, print 4 dənə də daxil edirəm, 34, 54, 23, 67. 67-ni çıxartdı. İndi bizə lazımdır ki, bundan əvvəlki maksimum, yəni ikinci maksimum çap eləsin, yəni 54-ü çıxartmalıdır buradan. Onda nə edirəm? Bir dənə başdan dəyişən götürürəm. S bərabərdir. Ya da bunu buradan götürmürəm. Aldığım hər bir x ədədi S-yə mənimsədirəm. S bərabərdir, x yazıram. Və nə vaxt ki, bu x ədədi ən böyük oldusa, bundan əvvəlki ədədimin maksimumdağı biz dedik ki, yəni bu prinsip belə işləyir ki, ən böyüyünü tapır. Sonunda burada 3 dənə ədədi görə tapaq. Tutaq ki, ədədimin biri 45-dir, biri 56, biri 65-dir. Burada 65-i necə tapır? Gəlir maksimumu bir-bir təyin edir. Maksimum qiyməti 56 olur. Sonra soruşur ki, 65 böyükdür 56-dan. Hə deyib, maksimumu 65 edir. Onda mən bunu soruşmamışdan qabaq, yəni x-i maksimum mənimsətməmişdən qabaq, if şərti ödəndiyi halda S bərabərdir maksimum yazıram. Onda buna ehtiyac qalmır. Sonda da heç maksimum yerinə S-ni çap edirəm. Bu da oldu bizim verilmiş sualın, yəni bu sualın kodu. 4 yazıram, 4 dənə də daxil edirəm. 34, 45, 56, 43. Ən böyük ədədim 56-dır. Ondan əvvəlki, yəni ikinci ən böyük ədəd də 45-dir. İkinci sualımız biraz sadədir, fora aiddir. Deyir ki, bütün 3 rəqəmli cüt ədədlərin cəmini tapan proqram. Onda mən neyəcəm? Cəm varsa, cəm eşidirəmsə, bir dənə dəyişən götürürəm. S bərabərdir 0. Hər dəfə S-in üzərini cəmləyəcəm. Bütün 3 rəqəmini deyirsə, bilirik ki, 3 rəqəmlər 100-dən başlayır, gedir 999-a qədər 999 daxildir. Onda yazıram for intervalı açıram, hardan 100-dən 1000-ə qədər. Biz demişik ki, forda sonuncunu götürmür də, ona görə 1000 yazıram. Cüt ədədlərin cəmi nə deməkdir? Yəni, if faiz 2 bərabərsə 0-a, bu cütdür. S-in üzərini gələcəm.
həmin bu i ədədini. Sonunda da çap eləyəcəm print. Bu da elədir bütün üç rəqəmlərdən arasında cüt olan ədədlərin cəmi. Bunu daha optimal yazsaq, biz bilirik ki, 3-cü addımda step var. Yəni 2 yazanda 2-2 addımlayacaq. Onda bu suala burada ehtiyac qalmır. Çalışdırsam yenə də həmin nəticəni mənə verəcək. Yəni burada intervalda hansı qiymətlər alacaq? 100-dən başlayacaq, sonra gedəcək 2-2 artır, 102, 104, 106. Beləcə cüt ədədləri tapmış oluram. Üçüncü sualda bizə deyir ki, bütün üç rəqəmlər arasında rəqəmləri cəmi rəqəmləri hasilinə bərabər olan ədədləri çap edin. For in range 100-dən 1000-ə qədər, çünki dedik forda sonuncunu götürmür. Üç rəqəmlərin rəqəmlərini necə tapa bilərəm? İlk rəqəmin ilk bərabərdir. Götürdüyüm i tam hissə bölünsün 100. Yəni tutaq ki, i olsun burada 184. 184-ü böləcək 100-ə tam hissə eləyir 1. Beləcə onun ilk rəqəmini almış oluram. İkinci rəqəmini necə tapacam? Götürdüyüm ədədi böləcəm ona, tam hissəsini tapacam. Aldığım ədədin də faiz 10-dan ikinci rəqəmini tapacam. Tutaq ki, i burada gəlir alır. İndi aralıqda da gəlir alır 345. Burada gəlir 345-i bölür 100-ə. Tam hissə eləyir 3. Beləcə ilk rəqəmi tapmış olur. Burada gəlir i 2 dənə siləş 10. 345-i bölür 10-a tam hissə eləyir 34. 34-ü faiz 10-a bölüb qalır 4. Beləcə də ikinci rəqəm tapmış olur. Qaldı indi bizə üçüncü rəqəm. O da nədir? i faiz 10. Ona böləndə qalıq nə qalırsa, yəni 345 bölünsün 10 qalıq edir 5. Beləcə sonuncu rəqəmi tapmış oluram. Bizə təzən qaydıram şərtdə nə deyir? Rəqəmləri cəmi. Buradan öyrən cəm dəyişəni götürürəm. Cəm bərabərdir. İlk plus 2 plus 3. Rəqəmləri cəmi hasilinə bərabər olan. Bir dənə də h dəyişəni götürürəm. Bunları bir-birini vuracam. Sonra sualda soruşacağım ki, if h bərabərdirsə cəmə, yəni ədədin rəqəmləri hasil onun rəqəmləri cəminə bərabərdirsə, print i yazacağım da, çünki mənim ədədlərim budur. i burada qiymətlər alacaq. Beləcə budur, oldu sualın kodu. İndi 6 dənə ədəd var ki, onların rəqəmləri hasil rəqəmləri cəminə bərabərdir. İndi yoxlayaq. 1, 2, 3, 1 vur 2, vurulsun 3, 6, toplayanda edir 6. 321. 3 vur 2, 6 vur 1, 6, toplayanda edir 6. Növbəti sualda bizə deyir ki, istifadəçi təkrar ədəd daxil etməsini tələb edən bir proqram yaz. Əgər istifadəçi üst-üstə, yəni ard-arda 3 dəfə 0 daxil edərsə, proqram çoxlu 0 daxil edildi, proqram dayandırıldı yazıb çap eləsin. Əgər istənilən vaxt mənfi ədəd daxil edərsə, yəni daxil olunmuş ədədlər arasında bir dənə mənfi ədəd olarsa, mənfi ədəd daxil edildi, proqram dayandırılıb çap olsun. Bununla yanaşı da 5-dən böyük ədədlər daxil olunarsa, onların da cəmini tapsın. İlk öncə while yazıram. Biz demişik ki, proqramı qurarkən 3 mərhələdən ibarətdir. Bir, sualı anlamaq, sualı anladım. İkincisi, nələrdən istifadə edəcəm, həmin o funksiyanı beynimdə qurmaq. Üçüncüsü də koda yazmaq. İkinci beynimdə funksiyanı qurdum ki, while-də mən yazacağam ki, nə qədər ki, mən götürdüyüm, yəni istifadəçidən aldığım ədədlər müsbətdir, həmçinin ard-arda 0 sayı 3 deyilsə, hər dəfə ədəd daxil edilsin. 5-dən böyüksə cəmləyəcəm, sonra cəmi çap edəcəm, buna uyğun da nəticəni verəcəm. Onda nə yazıram? Bir dənə A götürəcəm başdan, çünki A-nı tanısın. Int input yazıram. Deyirəm ki, bu götürdüyüm A nə qədər ki, böyük bərabərdir 0-dan and demək, ard-arda 0 sayı. Buradan S götürürəm. Buradan yazıram, S bərabərdir 0.
Nə qədər ki bu C fərqlidir 3-dən. Bu halda hər dəfə bir dənə A ədədi daxil edəcək. Niyə A götürdüm? Çünki daxil olunmuşu hər dəfə gəlib dövrdə bununla yoxlayacaq. Bu dəyişənin adı bərabər olmalıdır. Niyə A böyük 0 yox, böyük bərabər 0 götürdüm? Çünki mən böyük bərabər 0 götürsəm bir dəfə 0 daxil olunan kimi bunu saxlayacaq. Bizə lazımdır ki, onun ard-arda sayı 3 olanda dayansın. Düşünürəm aşağı sual verirəm ki, if əgər daxil olunmuş A bərabərdirsə 3-ə, 0-a C-ni 1 vaat artırsın. Elif əgər A böyükdürsə 5-dən, daha doğrusu elif yox, else C-ni qaytarsın 0-a. Bunu izah edək. Tutaq ki, istifadəçi belə bir ədədlər daxil edir. 0, 0, 6, 0. Burada mənim kodum neyinir? 0'dır, C-nin qiyməti oldu 1. 0'dır, C-nin qiyməti oldu 2. 6'dır, əks halda C-ni qaytarır 0-a. Niyə? Çünki bizə deyib ki, 3 dəfə ardıcıl olanda toplasın. 2 dənə var, mənə lazım ki, 3 dənə ardıcıl toplayım da. Bu C qiyməti yerində qalsa, yəni 0 bunu qaytarmasam, gəlib bunu da toplayacaq, dayanacaq. Amma halbuki 3 dənə ardıcıl yoxdur burada. Belə çıxır ki, mən 3 dənə ardıcıl tapmaq üçün harda qabağıma 0-dan fərqli bir şey görsəm, o dəqiqə C-ni qaytarıram 0-a. Ümid edirəm aydın oldu. Düşürəm aşağı, əks halda da, yəni. Düşürəm aşağı. Bir dənə də sual verirəm ki, if bizdən 5-dən böyük şərt lazımdır axı. If daxil olmuş A böyükdürsə 5-dən. Bunu da cəmini tapacam. S plus bərabərdir A. Cəm üçün də buradan bir dənə dəyişən götürdüm. Düşürəm aşağı. Bizə nə lazımdır? Demək, əgər bir mənfi daxil olunsa, mənfi ədəd daxil edildi, proqram dayandırıldı. 3 dənə də 0 daxil olunsa, çoxlu 0 daxil edildi. Düşünürəm, aşağı sual verirəm ki, if C bərabərdirsə 3-ə. Yəni, ard-arda 3 dənə 0 daxil olunubsa, print bizdə çap eləsin bu ifadəni. Else əks halda İndi əgər bu while-ın xaricinə çıxıbsa, indi 3 deyilsə, bu şərt ödəyibsə, demək bu şərt ödəməyib də, yəni A sıfırdan kiçikdir, yəni mənfi olub. O zaman da else halında print çap eləsin bu ifadəni. Bir ədədlər daxil edirəm. 6, 7. Bir də ki, biz cəmi çap eləməliyəm. Bir dəqiqə. Bizə cəmdə lazımdır. 5-dən böyük ədədlərin cəmi. Yanından bir dənə vergül atıb S yazıram. Həmçinin bunda da. Beş, 6, 7, 8, mənfi 5. Mənfi ədəd daxil edildi, proqram dayandırıldı. 5-dən böyüklərində cəmini tapdı. İndi 3 dənə 0 halını yoxlayaq. 6, 7, 0, 0, 0. Çoxlu 0 daxil edildi, proqram dayandırıldı. 7-nin 6, demək bu dəqiqə. Burada tək bizə lazımdır ki, 7-nin 6-nın cəmini toplasın. Yəni, onu çıxarmalıdır. Onda nə edirəm? Burada S-in qiymətin A yazıram. Yəni, hər dəfə başdan bir dənə ədəd almışdım. Axı, mən bunu unutmuşdum. Başdan bir dənə ədəd almışdım, qabaqcan demişdim. Həmin ədədi də S-in üzərinə gəlirəm. Yəni, daha doğrusu S-ə mənimsədirəm. Hər dəfə də S-ini toplayanda bunun üzərinə gəlmiş oluram. Bir neçə sualın izahına baxdıq. Sağ olun, növbəti videolarda görüşənədək.